Sence doğrudanmı bütün hayatın doğulduğun güne göre müəyyən olunur? Veya karakterin, bürcünün ve numeroloji hesablamaların xüsusiyyətlərinə görə mi formalaşır? Astrologiya və numerologiya bu suala cavab vermir. Çünki hər ikisi elmi sübuta əsaslanmır və elm kimi qəbul edilmir. Bəs elm nə deməkdir? Elm müşahidəyə əsaslanır, ölçülə bilən nəticələr tələb edir, təkrar edilə bilən sübutlarla işləyir. 80-ci illərdən etibarən elmi araşdırmalar sübut edib ki, astrologiya və numerologiya bu meyarların heç birinə cavab vermir. Planetlərin mövqeyi, ad və doğum tarixlərindən çıxarılan rəqəmləri ilə insan davranışı arasında elmi olaraq sübut edilmiş bir əlaqə yoxdur. Buna görə də bu sistemlər akademik və elmi çərçivələrdə inanc və simvolik sistem kimi qəbul edilir, elm kimi yox. Bəs onda niyə bu qədər insan inanır? Burada işə Barnum effekti qarışır. Barnum effekti psixoloji bir mexanizmdir. İnsanlara ümumi, qeyri-dəqiq, hamıya uyğun cümlələr deyilir və insan bu cümlələri özünə xüsusi sanır. Barnum effekti gündəlik həyatımızda çox tez-tez qarşımıza çıxır. Astrologiya və bürcü yazımlarında, numerologiya və rəqəm analizlərində, tarot və fal mətnlərində. Barnum effektinin nə qədər güclü olduğunu elmi şəkildə sübut edən təcrübə var. 1948-ci ildə Amerikalı psixoloq Bertram Forer tələbələrinə dedi: "Hər biriniz üçün fərdi astroloji profil analizi hazırlamışam." Tələbələrə yalnız özlərinə aid olduğunu düşündükləri profil analizlərini təqdim elədi. Forer tələbələrdən bu analizlərin nə qədər dəqiq olduğunu 0 və 5-ə qədər qiymətləndirməyini xahiş etdi. Orta nəticə 4.26 çıxdı. Bu nəticə açıq şəkildə göstərir ki, insanlar ümumi və qeyri-dəqiq təsvirləri belə özlərinə son dərəcədə uyğun hesab edirlər. Amma məsələ bununla bitmir. Bəzən bu iş daha da təhlükəli nöqtəyə gəlib çıxır. Hətta insanların dini inancını belə bu oyuna qatırlar. Quranda bürclərdən bəhs edilən surə var deyirlər. Bəli, Qurani-Kərimdə bu adda bir surə var. Amma orada deyilən bürclər sənin zənn etdiyin astrologiya bürcləri deyil. Bu anlayışlar həm elmi, həm dini baxımdan tamamilə fərqli mənalar daşıyırlar. Astroloqlar, numeroloqlar və digər taleyini oxuyanlar Barnum effektindən çox geniş şəkildə istifadə edirlər. Əvvəl ümumi sözlərlə başlayırlar, sonra insanların xarakterini və taleyləri haqqında danışmağa qədər gedib çıxırlar. Və ən təhlükəlisi də budur ki, insan düşüncələrini dəyişirlər, qərarlarına təsir edirlər, məsuliyyətlərini onların öz əlindən alırlar. Yarımçıq məlumatlarla insanı yönləndirmək, inancları üzərində manipulyasiya etmək həqiqət axtarışı deyil. Bu sadəcə nəzarət oyunudur. Bütün bu oyunlar sizin enerjinizi, pulunuzu və diqqətinizi alır. Amma həqiqətən həyatını dəyişdirmir.